Hər vaxtınız xeyir, əziz dostlar, kanalımın qonaqları. Bu mənim birinci videomdur. Əslində biraz həyəcanlıyam, amma ümid edirəm ki, hamınız mənə dəstək olacaqsınız. Adım Rəşaddır, 2 təkər həvəskarıyam. Bu mənim ilk vloqum olacaq. Biraz qeyri-adi vloq olacaq, standart şəhər içi sürüşlərdən fərqli vloq olacaq. Bu günləri biz demək Azadlıq metrosunun yaxınlığından demək Göradil bağları tərəfə gedəcəyik Binəqədi yolu ilə. İlk videomda istəyirəm biraz 2 təkər nəqliyyat vasitələrində ki olan təhlükəsizlik qaydaları, yolda yarana biləcək problemlər və s. bu kimi problemlərdən danışım. Əvvəl maşınım olub, maşınımı satandan sonra 2 təkərli nəqliyyat vasitələrinə keçmişəm. O gündən etibarən xoşbəxtəm. Mototsikl aldım ilkin olaraq, sonradan mototsiklı satıb skutura keçmişəm. Birinci zəif balaca skuter sürdüm. İndi hal-hazırda Faster RS7 sürürəm. No-name brenddir, amma cari vəziyyətdə işimi aşırdır, mənim üçün uyğundur. Məncə çox uzatmayaq, başlayaq. Demək, hal-hazırda saat demək olar ki 1-in yarısıdır, ayın 23-ü. 3-cü sürət rejimində gedəcəyik. Voltaja baxaq. 54 volt hal-hazırda cərəyanımız var akkumulyatorda. Görək neçə volt cərəyan düşəcək. GPS-i də yandırım. Axırda mən sizə ümumi statistik məlumatları da göstərəcəm. Hansı məsafə getdik, hansı ortalama sürətlə. Bildirim ki, skuterın maksimal sürəti 40-45. Ümumilikdə 40-45-dir. Tam şarj olduğu vaxtda. Demək, GPS-i yandırdıq. GPS işləyir. Və yolumuza davam edək. Dediyim kimi, Göradil bağları tərəfə gedəcəyik. Hal-hazırda Azadlıqdan yola düşürük. Azadlıq metrosu tərəfdən. Yolumuz təxmini 17-18 kilometr olacaq. Bu yolda qarşılaşa biləcəyimiz çətinlikləri göstərəcəm sizə. Yol hansı hissədə necədir? İndi çoxdan da düzdür getmirəm mən həmin istiqamətdə. Hava bir gün yaxşı idi, dedim həm bağa gedim, həm vlog çəkim sizlər üçün, həm də bir tanışlıq eləyək. Budur, Azadlıq prospektinin paralel yoluna çıxıram hal-hazırda, üzü Binəqədi istiqamətində. Havanın temperaturuna baxmadım, amma günəş olduğu üçün və hal-hazırda çox da qalın geyimdə olmadığım üçün deyə bilərəm ki, hava yaxşıdır. Şimdi buradan keçid eləyəcəyik Hollywood restoranı tərəfə. Bura biraz təhlükəli yerdir. Öncədən bir məlumatı nəzərinizə çatdırım ki, mənim sürücülük vəsiqəm var və imtahanı da özüm vermişəm. Qayda qanunları bilirəm, amma müəyyən yerlərdə qayda pozmuş ola bilərəm. Buna görə də öncədən hamıdan və yol patrul xidməti əməkdaşlarından üzrümü istəyirəm. İndi hamı bilir ki, Bakıda hamı qayda qanuna əməl eləmir və tam ideal əməl etmək də mümkün deyil. Hollywood restoranının yanındayıq. Və baxın, Binəqədiyə gedən yolda burada avtobuslar və böyük yük maşınları tez-tez keçib burada qaz sormuz elədikləri üçün burada daima probkalar olur, tıxaclar olur. Tıxaclar səbəbindən burada artıq asfalt örtüyü biraz
dığırlanıb deyək. Biraz dığırlıdır yol. Burada biraz ehtiyatlı olmağınız önemlidir. Sürəti az seçsəz yaxşıdır. Belə böyük bir avtobusun yanına qoşulub geçsəniz daha yaxşı olar. Bu arada təhlükəsizliklə bağlı videonun önündə əvvəlində qeyd elədim ki, təhlükəsizliklə bağlı biz müzakirələr aparacağım bu videoda. Baxın, istənilən iki təkər nəqliyyat vasitəsinə mindiyiniz zaman sizin kaskınız və ekipirovkanız olmalıdır. Ekipirovkasız yola çıxmaq çox təhlükəlidir. Ən çox da maşın yollarına çıxanda çox təhlükəlidir. Əlcək geyinməyə bilərsiniz, dizlik geyinməyə bilərsiniz, amma kaskınızın olması çox önəmlidir. Bunu həm qanun tələb eləyir, həm də baş insanın ən vacib orqanlarından biri olduğu üçün beyin, baş. Bu səbəbdən təhlükəsizliyi əsirgəməyin. Bu sizin həyatınızın təhlükəsizliyidir. Ona görə həmişə kask taxın. Bu arada biləsiniz ki, kask taxmamağa görə, şlemsiz idarə eləməyə görə iki təkərli nəqliyyat vasitələrini 40 manat məbləğində cərimə ola bilərsiniz. İlk dəfə iki təkər nəqliyyat vasitəsinə oturan sürücülərə məsləhətim nə ola bilər? Heç vaxt özünüzə güvənməyin. Ümumiyyətlə iki təkər nəqliyyat vasitəsində fərqi yoxdur. Skuter, velosiped, mototsikl fərqi yoxdur. Əgər siz yola çıxırsınızsa, başa düşməlisiniz ki, sizi heç kim qorumayacaq. Ancaq özünüzü qorumalısınız. Yəni, həqiqətən sizin həyatınızın qədrini sizdən çox bilən heç kim yoxdur. Və bu səbəbdən özünüzə güvənməməlisiniz. Ay keçərəm, ay heç nə olmaz kimi fikirlər tam yol verilməzdir iki təkər nəqliyyat vasitəsində. Sarı yanıb sönürsə saxlayacaqsınız svetoforda, axırıncı saniyələrdə keçmək olmaz. Düzdür, mən bunları sizə danışıram, amma özüm də hərdən belə səhvlər eləyirəm. Amma, yəni baxın, əmin olduğum halda edirəm və heç bir özümə bəraət qazandırmıram, səhv eləyirəm, eləməməliyəm. Mənim bundan öncə maşın sürmüşəm, haradasa bir 4 il, 5 il maşın sürmə stajım olub. Bəli, bu çox deyil, elə də çox deyil. Amma stajım olub. Maşın sürən sürücülərin düşüncə tərzi, beyni necə işləyirsə, bunları mən azdan çoxdan bilirəm. Və bu səbəbdən mən onların hansı manevr edə biləcəklərini öncədən təxmin edə bilirəm. Həmçinin mototsiklda sürdüyüm üçün artıq məlumatlıyam. Artıq bilirəm ki, yolda nə baş verə bilər, hansı manevrlar ola bilər. Şəhəri də tanıdığım üçün bilirəm ki, harada hansı qaydalar aktivdir, qüvvədədir, hansı zolaqlarda hara dönmək olar. Bunların hamısını öyrənməyiniz vacibdir, əgər yola çıxırsınızsa. Kör-körənə yolu tanımadan, şəhəri tanımadan şəhəri tanımadan ən çox da qaranlıq vaxtlarda kör-körənə yola çıxmağınız çox təhlükəlidir. Gedəcəyiniz yolu tanımalısınız. Waze-lə, GPS-lə harasa getmək biraz təhlükəlidir. Çünki maşında da belədir. Ani bir neçə saniyəlik fikrin yayılsa və qarşında nəsə bir maneə çıxsa, vaxtında reaksiya verməyə bilərsən. Burada hətta bir saniyə yox, yarım saniyənin belə söhbəti gedə bilir. Bu səbəbdən maksimum çalışın tanıdığınız yolla gedəsiniz ki, Waze-dən
və s. navigatorlardan istifadə eləməyəsiniz. Çünki hər fikrinizin yayındığı anda sizin üçün təhlükədir. Ümumiyyətlə iki təkər nəqliyyat vasitəsinin default olaraq, yəni baza olaraq daha təhlükəli nəqliyyat vasitəsi olduğunu biz nəzərə almalıyıq. Həmişə bu səbəbdən öncə sizə dedim ki, mütləq şəkildə təhlükəsizlik qaydalarına riayət etməlisiniz və özünüzü qorumalısınız. Mən baş yoldayam, mən haqlıyam kimi belə deyək, fikirlər burada keçmir. Yəni, tamam, baş yolda ol, haqlı ol. Amma sən yola çıxdınsa və Allah eləməsin, başqa bir iş gəldisə, qəza oldusa, burada artıq önəmi yoxdur, kim haqlıdır, kim səhvdir. Olan sənə olacaq. Yəni, bunu həmişə nəzərdə saxlamaq lazımdır ki, nə olacaqsa mənə olacaq. Buna görə mən özümü qorumalıyam. Və başqaları sizin qayğınıza özünüz qala biləcəyi kimi qalmayacaq. Belə. Biz artıq səhv eləmirəmsə Polad tökmə zavodunun yaxınlığındayıq. Yoxsa oranı deyəsən keçmişik. Yoxsa qabağda deyəsən burada Polad tökmə zavodu. Biraz külək var. Külək də bizim sürətə həmçinin yəni olmamalıdır. Nəysə. Güzgülər önəmli şeydir. Məndə güzgülər hal-hazırda yoxdur. Və açığı güzgüləri hələ ki almamağımın bir səbəbi var ki, mən çox önəmlidir güzgülər. Almamağımın səbəbi odur ki, bilirəm ki, mən güzgüyə baxanda kimi yoldan çəkəcəm. Amma yox, mən burada əslində səhv düşünürəm. Elə indi başa düşdüm ki, səhv düşünürəm. Biri var, gözlərimi sola çevirib bir saniyəlik güzgüyə baxırsan. Bir də var ki, arxanı kontrol eləmək üçün başını çevirib baxırsan. Bu daha təhlükəlidir və daha çox vaxt alır. Bu səbəbdən gələk bir güzgü qoyun bura. Mən deyərdim ki, biz yolun 1/3 hissəsini keçmişik. Amma yox, 1/3 biraz çox dedim əslində. Demək, çoxları üçün bu yol tanış deyil. Dediyim kimi, bir nəqədi yoludur, səhv eləmirəmsə. Baxın, bir də yolun qırağında böyük maşınlar buradan keçib yolu əzdikləri üçün yolun qırağında belə hündürlük mü deyim, çıxıntı mı deyim, çıxıntılar olur. Balaca dağ formasında. Belə sürücüləri mən heç vaxt başa düşə bilmirəm. Maşını qaldır da biraz yuxarı. Nəysə. Bəli, belə çıxıntılar olur və skuterınız ağır deyilsə, amortisatoru yoxdursa, biraz təhlükəlidir olan üzərinə çıxmaq. Sizi atlaya bilər. Ona görə diqqətli olun. Bu da elə mən dediyim məsələdir. Tanımadığınız, bilmədiyiniz yollara çalışın, çıxmayın. Çıxırsınızsa da maksimum ehtiyatla çıxmalısınız. Və iki təkər nəqliyyat vasitəsində bir qanun var ki, sən, qanun deməyək, deyilməmiş qanunlardır ki, sən təkərinin altına deyil, 15-20 metr qabağa baxmalısan sürəndə. Yaxın məsafəni periferik necə deyərlər, periferik görməklə nəzarətdə saxlamalısan. Amma əsas fikrin təkərin önündə deyil,
biraz qabaqda olmalıdır ki, sən öncədən maniyəni görüb ona uyğun demək ki, addımlarını ata biləsən. Hal-hazırda 52.2 volt cərəyanımız qalır. 1.8 volt artıq istifadə olunub oradan bura gələnə kimi. Arada yəqin ki, bir fasilə eləyəcəm. Bir gözəl yer tanıyım. Qabaqda hələ var ora. Orada dayanıb bir GPS-i açıb sizə göstərəcəm nə qədər artıq getmişik. Maşınları hərdən buraxmaq lazımdır. Maşınlar, sürücülər sağ olsunlar. Mən fikir vermişəm, ümumiyyətlə mən bu yolla bir-iki dəfə getmişəm bağa, velosipedlə də olub, o birisi skuterla da bir-iki dəfə getmişəm. Sağ olsunlar sürücülər, çox hörmətlə yanaşırlar, sıxmırlar, əzmirlər, siqnal vermirlər, anlayışla qarşılayırlar. Əsası odur ki, heç olmasa 10 saniyə, 15 saniyədən bir yolda arxanızı yoxlayın. Arxada vəziyyət necədir, onu nəzərdə saxlamaq lazımdır. Çünki bir də görürsünüz, maşınlar indi siz siqnal verməyə qorxuzmaq istəmirlər. Siqnal verməyə qorxuzmaq istəmirlər. Ona görə bəzən sizin sürətinizlə davam edirlər. İndi zəif skuter olanda təbii ki, hövsələləri çatmır, keçməyə çalışırlar. Amma biraz güclü, sürətli skuter olanda fikirləşirlər ki, o geçsin, görək harada keçə bilirəm. Ona görə imkanınız varsa, əgər yol təhlükəsiz, hal-hazırki vəziyyət sizə imkan verirsə, maşını buraxmağa çalışın, buraxın. Maşını buraxın, maşın geçsin. Hal-hazırda 51.8 voltdur. Svetoforu keçdim, görə bilmirəm. Bəli, çalışın, maşınları buraxın, maşınlara hörmətlə yanaşın. Demək, mən yol hərəkəti haqqında qanunun bir maddəsi haqqında danışmaq istəyirəm. Hansı ki, kiçik elektrik nəqliyyat vasitələri, yəni skuterlar, monotəkərlər, sonra digər, məsələn, elektrik velosipedlər, sadə velosipedlər, mopedlər, bunlara aid qanundur. Ümumiyyətlə, nəzərinizdə saxlayın ki, bu yol hərəkət haqqında qanunun 46-cı maddəsi, demək, orada bildirilir ki, velosiped və ona bərabər olan digər kiçik nəqliyyat vasitələri həmişə yolun sağ kənar zolağı ilə bax, belə eləmək olmaz. Gəldi, ötdü, sıxdı qabağıma. Gözəl. Və digər kiçik elektrik, bax, görürsünüz. Buna görə deyirəm, həmişə fikriniz yolda olsun. Sağa sola çox baxmayın. Gördünüz. Ümumiyyətlə, bir qanuna əvvəl bir şeyə mən sizə mütləq deyim. Bax, gördünüz, videonu arxaya çevirib baxa da bilərsiniz. Belə yekə maşınların yanından keçəndə, əgər siz yolu görmürsünüzsə, mən bilirdim ki, oradan 100% hansısa maşın razvarot eləyir və qarşıma nəsə çıxacaq. Ona görə mənim nəzərimdə idi. Elələri var ki, onu bilmir, başa düşmür. Bilmir, başa düşmür və tormosuz falan sürür, keçir və nəticədə nə olur? Qəza. Baxın, əgər yolu görmürsünüzsə, qarşınızda yekə yük maşını, avtobus, fərq etmir. Başqa bir texnika varsa, hansı ki, sizin görmə sahənizi azaldır və siz ona görə yolu görə bilmirsiniz.
mütləq şəkildə nəzərinizdə olsun ki, orada onun arxasında nəsə ola bilər. Bu səbəbdən həmişə yekə nəqliyyat vasitələrinin yanında ehtiyatlı olmaq lazımdır. Onların yanından həmişə nəsə keçə bilər. Daha bir dənə imkan ver, keçək. Həmişə nəsə piyada ola bilər, maşın ola bilər, hər şey ola bilər. Ona görə həmişə sürətinizi azaldın. Elə sürətə salın sürətinizi ki, siz orada səbirli. Anidən tormuz verməyə və skuterinizi, velosipedinizi fərqi yoxdur. Nəqliyyat vasitənizi tam saxlaya bilərsiniz. Maneə çıxdığı halda. Bu da belə. Qanunda qalmışdır. Yol hərəkət haqqında qanunun 46-cı maddəsində deyilir ki, velosipedlər və ona bərabər kiçik elektrik nəqliyyat vasitələri həmişə yolun sağ kənar zolağının mümkün qədər sağı ilə hərəkət eləməlidir. Çox zolaqlı yollarda başqa zolağa çıxmamalıdır. Avtomagistral yollarla hərəkət eləməməlidir. Avtomobillər üçün nəzərdə tutulmuş yollarda hərəkət eləməməlidir. Kask taxmalıdır və yol hərəkət qaydalarına mütləq riayət etməlidir. Baxın, avtobus sürətini azaldıb. Mən bilmirəm onun qarşısında nə var. Ona görə mən də sürətimi azaltdım. Yəni mən keçə bilərdim, amma bunu etmədim. Ən çox şəhər daxilində nə problemlər olur? Bunu mən artıq dəfələrlə görmüşəm. Həm maşın, həm velosiped, həm mototsikl, həm skuter sürdüyüm vaxtlarda avtobusların qarşısından bəzi ağıllı piyadalar yol keçməyi sevirlər. Bunun şahidi olmuşam dəfələrlə. Amma dəfələrlə də insanlara deyilir ki, böyük maşınların qarşısından yol keçməyin. Avtobus, yük maşını fərqi yoxdur. Mikroavtobus, yəni hündür olan nəqliyyat vasitəsinin qarşısına yol keçmək çox təhlükəlidir. Çünki onun arxasından gələn maşın sizi görmür və siz həmin maşını görmürsünüz. Sürücünü də siz çaşdırırsınız. Hər sürücünü. Həm həmin maşının sürücüsünü, həm arxadan gələn maşının sürücüsünü, yəni tam olaraq hamını çaşdırırsınız. Çox təhlükəlidir. Son vaxtlar bu tip qəzalar çoxalır. Harada ki, avtobus qarşısından, yük maşının qarşısından keçən insanları, piyadaları maşın vurur. Yəni özünüzü qoruyun. Siz həmişə özünüzü qorumalısınız. Həmişə nəzərinizi saxlayın ki, sizin canınızın qədrini sizdən yaxşı bilən heç kim olmayacaq. İstər piyadasan, istər skuter sürürsən, hətta maşın sürürsən belə həmişə çalış, özünü qoruyasan. Budur, əslində artıq yolun demək olar ki, yarısını keçmişik. Elə eləmirlər də. Qardaş, salam aleyküm. Yola biraz ehtiyatlı çıxmaq lazım. Yox, sən sürətli çıxırsan, istər-istəməz mənə də ürküdürsən. Mən nə bilim ki, sən tormuz verəcəksən. Başa düşdün necə? Ehtiyatlı çıx ki, biz də işimizi bilək. Yolun avan, işin avanda olsun. Sağ ol. Mehriban olmaq lazımdır. Bunu əslində mən deməməliyəm. Çünki mən yolda biraz ümumikdə agresiv insanam. Biraz qayda pozan sürücülərə qarşı elə də necə deyərlər, mehriban olmuram, amma son vaxtlar çalışıram ki
daha mehriban olun. İnsanlarla çox konfliktə girməyin. Demək ki, belə. Nədə qalmışdır? Qanunlarda və təhlükəsizlikdə. Bəli, qaydalara riayət etmək hər kəsin borcudur. Bunsuz yola çıxmaq olmaz. Demək olar ki, əksər hallardan mən danışdım sizə. İndi biraz danışacağım yolda. Oh, dəl. İndi danışacağım sizə yolda hansı qaydalara, daha doğrusu belə deyim də, yazılmamış qaydalara mənim öz təcrübəmdən deyəcəm sizə ki, öncədən məlumatlı olasınız. Nələrə mütləq diqqət eləmək lazımdır, harada ehtiyatlı olmaq lazımdır ki, qəzaya düşməyəsiniz. Şəhər daxilindən söhbət edəcəm əsasən. Demək, skuterdir, velosipeddir, mopeddir. Bunlar yolun sağ kənar zolaqları ilə hərəkət eləməli olduğu üçün siz hərəkət eləməlisiniz böyük ehtimal şəhər daxilində avtobus zolağı ilə. Bunu qanun sizə qadağan eləmir. Əksinə, qanun bunu sizə deyir ki, yolun sağ kənar zolağı ilə hərəkət eləməlisiniz. Bu da avtobus zolağının üçün təbii ki, bu səbəbdən avtobus zolağında hərəkət edərkən həmişə çalışın, arxanızı nəzarətdə saxlayasınız. Çünki bu önəmlidir. Arxanızda avtobus ola bilər, siz onu görməzsiniz, o da sizə xəbər eləməz. Özdə indiki avtobuslar belə elektrikdir, səssiz hərəkət edirlər. Ona görə nəzarətdə saxlayın həmişə, avtobus varmı, yoxmu? Avtobuslara yol verin, onlara mane olmayın, avtobusu bıraxıb yolunuzu davam edin. Növbəti məsələ. Avtobus zolağı ilə hərəkət eləyəndə tez-tez soldan sağa dönən sürücülər görür. Oy, inəyi gördüm, qorxdum. Tez-tez soldan sağa dönən sürücülər olacaq yol ayrıcılarında, semaforlarda. Onlardan ehtiyatlı olun. Bəzi sürücülər, ağıllı sürücülər bəzən heç avtobusları buraxmır. Qaldı ki, sizi buraxsın. Ona görə diqqətli olun. Yenə də çalışın, özünüzü qoruyasınız. Burada istirahət eləmək olar. Mən buranı deyirdim. Ümid eləyirəm ki, burada it falan yoxdur. Gəlin buradan razvarot eləyək. Diqqətli olun ki, sola dönən sürücü, sağa dönən sürücülər həmişə təhlükə yaradırlar. Onlardan ehtiyatlı olmaq lazımdır. Bu arada mənə zənglə gəlir. Yaxşı ki, elə burada dayandır. Zaretkaya baxaq, nə gedib, nə getməyib. Deməli, bir kilimiz gedib. Voltajımız hal-hazırda 49.8 voltdur. Qaz sorumuz az eləyirəm deyəm, voltaj yaxşı gedir. Gəlin mən sizə navigator göstərim. İstiqamətin motora baxaq. Navigatora baxın, artıq böyük bir yol gəlmişik. Mehrabadda Fatmaya çatırıb, görədilə biraz yolumuz qalıb. Yolun 3də 2-sindən deyərdim ki, çoxunu artıq keçmişik. Bu arada bu yolla mərkəzdən dənizə doğru ən yaxın yoldur. Çünki bu birisi tərəflər bura bulvardır. Çimərlik zonaları, bura başqa çimərlik zonalardır. Amma bunlar uzaqdır mərkəzdən. Mərkəzdən ən yaxın gedə biləcəyiniz, mən gəldiyim yolla çimərliyə gedə biləcəyiniz yoldur. Təxmini 22 km məsafə. Buradan da biraz gedib Görədil Pirşahı çimərliyində çimə bilərsiniz. Pauzaya qoyuram. Statistikaya baxaq. 12.29 km yol gəlmişik. Maksimal sürətimiz 48 olub. Orta sürət 26.9, 27 deyək. Hərəkətdə olan ortalama sürətimiz
28-70 km. 25 dəqiqədir hərəkətdə, 27 dəqiqədir ki yoldayıq. İndi yüngülvari bir istirahət edib davam eləyəcəyik. Görüşənə dək. Okey dostlar, qayıtdım mən. Yüngülvari istirahətimizi elədik. Bunu pauzadan çıxardıram. Hazırıq. Voltajımıza baxaq. Bir daha qıvraq. Getdik. Ehtiyatla yola çıxırıq. Mən ümumiyyətlə sizlərə tövsiyə eləyərdim ki, gecə qaranlıq saatlarında təkər nəqliyyat vasitəsi sürməyin, hətta motosikletlərə. Yolda bəzi dağılmış ərazilər olur ki, onu təkərlə siz vaxtında görməyə bilərsiniz və yekunda bu qəzaya səbəb ola bilər və yekunda olan sizə olacaq. Ona görə mümkün qədər qaranlıq, sutkanın qaranlıq vaxtında çalışın ki, yola çıxmayasınız. Həm sürücülərin sizi görməsi biraz problemli olur qaranlıqda. Yaxşı işıqlandırmanız falan yoxdursa, təhlükəli olur. Həmçinin də ki, yəni o yoldakı problemlər bir məsələ. Demək ki, mən sizə şəhərdə baş verə biləcək problemlərdən danışırdım. Avtobuslara yol verməyinizi, onlardan ehtiyatlı olmağınızı, onların qarşısından piyada çıxa biləcəyini demişdim sizə. Soldan sağa dönən sürücüləri də dedim sizə. Onlardan da ehtiyatlı olmaq lazımdır. Əsas bu iki problemdir. Ümumiyyətlə statistikaya görə qəzaların əksəriyyəti yol ayrıcılarda olur. Yəni konkret deyə bilməyəcəm hansı ölkənin statistikasıdır və hansı faizdir. Amma bu dediyim, mən bir tanınmış motosikl blogerindən düşmüşəm ki, o statistikanı araşdırmışdı və statistikada deyilirdi ki, əksər qəzalar olur yol ayrıcılarda. Çünki iki nəqliyyat vasitəsinin yol ayrıcıda yolları kəsişir və bunlardan biri nəyisə düz etməyəndə və o birisi də problemi belə deyim, düzgün qarşılaya bilməyəndə yekunda nə olur? Qəza. Ona görə yol ayrıcılarda maksimum diqqətli olmalısınız. Ən böyük problem yol ayrıcılarda olur. Buna görə ehtiyatlı olun, sürücü olun. Başqa bir problem piyadalar. Ən çox da velosiped zolağında. Həmişə ehtiyatlı olun velosiped zolaqlarından. Daha doğrusu velosiped zolaqlarında hərəkət edəndə həmişə piyadalardan ehtiyatlı olun. Piyadalar bizdə, yəni Bakıda piyadalar qanun qaydaya riayət eləmir və fərqi yoxdur, maşın yolu, velosiped yolu, onlar üçün bir əngəl yoxdur. Ona görə necə gəldi hərəkət edirlər.
Bu səbəbdən özünüzü qorumalısınız. Bu arada velosiped zolağında piyada ilə skuterin, yəni velosipedin yolu kəsişərsə, burada piyadaya üstünlük verilir ki, yəni piyadalara yol vermək lazımdır. Ekstra hallarda. Bu qanun niyə belə eləyir, mən bilmirəm. Yəqin ki, qəza sayılarını azaltmaq üçün belə deyirlər. Amma yəni nəzərinizdə olsun. Yolun belə boş olmağı çox təzə deyil. Bu arada mən sizə bir şey deyim. Bu mən gəldiyim yolu siz 108 A nömrəli avtobusla mən demək olar ki, bağa artıq çatmışam. Araz Marketin yanında videonu söndürəcəm. Sizlə sağollaşacağım. Və budur dostlar, Spar Market, Araz, tanınmış sonra dillər marketdə səfirlərin üçün 24 saat işləyirlər. Mən bağa çatdım. Burada hansısa döngədən sağa dönməliyim. Arada ora, qabaqda. Gəlin bir yekunlaşdırıcı sizlə sağollaşaq. Burada saxlayacağım. Beləliklə dostlar, bugünkü vlog sona çatdı. Ümid eləyirəm ki, videonu bəyənəcəksiniz. İlk videomda mənə dəstək olacaqsınız. Budur. Çatdıq. Statistikanı gəlin mən sizə göstərim. Sağollaşmamışdan əvvəl. Bu arada 49 volt hal-hazırda zaryadkamız var. 52 ilə səhv eləmirəmsə başlamışdıq. Statistikanı bitirirəm. Hazırki vəziyyətdə bu spusqdan 60 ilə düşmüşük. Demək, gəldiyimiz yol 16-39. İndi bağa kimi 17 olacaq. 17 kilometr məsafə 34 dəqiqəyə. 35-36 dəqiqə. Ora gedirik. Belə dostlar. 17 kilometr 35 dəqiqəyə. Orta sürətimiz 31. Ümumilikdə 28-47. 31 dəqiqə hərəkətdə olmuşuq. 3 dəqiqədə svetoforlarda falan hərəkətsiz dayanmışıq ümumilikdə. Bu da xəritəmiz. Başlamışdıq Azadlıq prospekti metrosunun yaxınlığında və gəlib çatmışıq Göradil bağlarına. Araz Marketin yanı. Bu qədər dostlar. Çox sağ olun. Diqqətiniz üçün, videoya baxdığınız üçün like qoyun, abunə olun kanala. Bundan sonra da videolar olacaq. Ümid edirəm ki, xoşunuza gəldi. Bəyənərsiniz. Sağ olun. Uğurlar. Təkərinizə daş dəyməsin.